Qüdrət Adişov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olub. Azərbaycan ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-sindən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat 1 qəbirstanlığında torpağa tapşırılıb. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Qüdrət Adişov ölümündən sonra vətən uğrunda igidliyə görə, Xocavəndin azad olunmasına görə, Ağdamın azad olunmasına görə və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.